Voleybol 1895'te. 1895-ci il. Basketbol nə zaman yaranıb? Basketbol 1980. 891. 1890. Cavit müəllim, yerdən heç kim danışmasın. Digər müəllimlər. 1990. Aha, yerdən heç kim danışmasın. Onsuz burada siyahı ilə gedirəm. Məsəl üçün, Lamiyə müəllim ortalardadır. Mən Günel müəllimdən sonra Mehriban müəllim gəlir. Mən təbii ki, Mehriban müəllimdən soruşacağam. Gedib Lamiyə müəllimdən soruşmayacağam. Siyahı ilə gedirəm, qarışmasın. Hamıya eyni çalışdığım qədər eyni sayda sual cavab etmək istəyirəm. Hər kəsə vaxt müddətində hər kəs sual cavabda iştirak etsin deyə. Günel müəllimə, bəs 3 basketbol nə zaman yaranıb? 3 basketbol 1981'de o da. O sırada karıştırdım. Qarışdırdıq. 1980. 1980. 1980. 80. Aha. Voleybol neçə setin oyunun qalibi hesab olmuş olur? Minimum 3 setin galibi olan galip sayılır. Aha. 3 setin qalib hesab olunur. Maksimum neçə set oynanılır? 5 set. 5 set. Oyunda maksimum neçə püşk atma keçirlər? Birincisi de olur oyun başlayanda. Aha. Bir de beşincisi. 5-ci. Eğer olar. Aha, 5-ci set oynanırlarsa 5-ci set də oynanılır. Aha, yaxşı. İki komand ümumi meydanda neçə oyunçu olmalıdır? Oyun başlayan zaman. Komandada 6, ümumi olarsa 12. Ümumi 12. Hücum zonasında hansı oyunçulardır? Hansı hücum zonası? Hücum zonasında bir dakika 2, 4 yok bir dakika çalıştım. Düz demişdiniz. 2, 4, 2, bir də 4, var. 2, 4, 5. Yok 2, 4, 3. 2, 4, 3 bəli. Yaxşı. Müdafiə zonasının oyunçuları? Müdafiə zonasının oyuncuları ise 1, 5, 6. 1, 5, 6. Servisi neçənci zonanın oyuncusu yerinə yetirir? Arxa zona oyuncuları. Arxa zonanın oyuncuları hansı zonada dayanan idmançı servisi yerinə yetirir? Üstəndən oyuncusu yerinə yetirə bilər. İstənilən oyuncusu, məsəl üçün 5-ci zonanın oyuncusu servisi yerinə yetirə bilər servis zamanı. Məncə yəni üstəndən oyuncu eləyə bilər də, yəni başlaya bilər. Yanlış deyirsiniz. Günel Tağıyeva, Günel müəllimə. Bəli. Servisi neçənci zonanın oyuncusu yerinə yetirir? Servisi 6-cı zonanın oyuncusu. Yəni arxa zonanın oyuncusu mənim. Arxa zonanın bütün oyuncuları servisi yerinə yetirə bilər? Yox mənim. Bütün oyuncular libero oyuncu. Libero yerinə yetirir servisi. Siz orada yerləşənlərin sayını soruşursunuz da. 6-cı oyuncu yerinə Mən deyirəm yetirir. servisi yerinə yetirən kim hansı oyuncudur? 6-cı oyuncu. Xeyr. Mehriban müəllimə. Bir nömrəli oyuncu, birinci yerdə dayanan oyuncu. Birinci zonada dayanan oyuncu Evet, bəli servisi yerinə yetirir. Evet. Yaxşı, düzgün deyirsiniz. Günel Ocaqova. Günel Bəli. müəllim. Birinci zonanın oyuncusu dedik yerinə yetirir. Birinci zonanın oyuncusu 5-ci zonanın arxasından 9 metr eni olan xəttin arxasından servisi yerinə yetirə bilər. Arkasından, xəttin arkasından. Xəttin arxasından 5-ci zona oyuncusunun xəttin arxasından yəni Edə bilər də, hə. Edə bilər. edə bilər. O məsəl üçün belə bir sual düşə bilərsə, əlbəttə ki, edə bilər. O 9 metr eni olan xəttin arxasında xətti tapdalanmamaq şərti ilə istənilən bir yerindən servisi yerinə yetirilə bilər. Bəli. Təşəkkürlər Günel müəllimə. Günel Tağıyeva, siz açın səssiz zəhmət olmasa. Bəli, buyurun. Basketbol nə zaman olimpiya oyunlarına daxil edilib? Basketbol 1935-ci ildə. Nə zaman qadınlar olimpiya oyunlarında iştirak edib basketbol üzrə? 1976-da qadınlar olur, 1936-da kişilər. Bəs yaxşı, 3-3 basketbol nə zaman olimpiya oyunlarına daxil edilib? İlk olimpiya oyunları 2010-cu ildə. Yeniyetmələr arasında 2010-cu ildə keçirilib. Bu yeniyetmələrlə digər olimpiya oyunlarını qarışdırmayaq. Ayrı-ayrı oyunlardır. 2020-ci ildə keçirilməli. 2020-ci ildə keçirilib. Bəs nə zaman daxil edilib? 2020-ci ildə olan yəni olimpiya oyunlarına daxil edilib. 2020-də keçirilib. 2020, yəni 2020 Tokyo, yəni 2020-də keçiriləcək Tokyo olimpiya oyunları 2020 gedir. 2021-də keçirilib, pandemiya səbəbindən 2020-də keçirilməli, 2021-də keçirildi. Bunda bəli, ilk dəfə iştirak edib 3-3 basketbol. Hə, daxil olma ili 2017-ci ildə daxil olub, amma orada iştirak etmir. Hə. Bəli, 2017-də daxil olunub, 2020-ci ildə də ilk dəfə iştirak edib. Aha. Basketbol neçə hissə, neçə perioddan ibarətdir? Basketbol 4 hissə, 2 hissə 4 perioddan ibarətdir. Periodlar arası fasilə nə qədərdir? Periodlar arası fasilə 1-2-ci periodda 2 dəqiqə, 3-4-cü periodda 2 dəqiqə, 1-3-cü periodda 15 dəqiqə, hissələr arası fasilə də 15 dəqiqədir. Birinci neçənci periodlar arası fasilə? 1-3-cü.
Birinci sözü. Yaxşı düşünün. Birinci, ikinci periyod 2 dəqiqə. Ha, Birinci, üçüncü, dördüncü periyod 2 dəqiqə. ha. Birinci, üçüncü periyod Bir dəqiqə, 15 bir dəqiqə. dəqiqə. İkinci periodu artıq oynamırıq. Elə birdən promo 3-ə keçirik. Onlar mən keçən səfər də o sualda mən səhv demişdim onu. Onda birinci Baxın, başda da Birinci- düz dediniz. 1 2 2 dəqiqə, 3 4 2 dəqiqə. 2 3 15 dəqiqədir. O birdən hə, 3-ə keçənməli yoxsa həmin- ikinci periodu onu oynayaq. həmişə hesab salıram. Qarışdırmayaq bunları. Bunlar həmişə qarşı. İkinci, 2 3-də 15 dəqiqə. ikinci periyod bitdi, ikinci periyod bitdi. Birinci hissə bitmiş sayılır. Üçüncü periyod başladı, ikinci hissə başlamış sayılır. Birinci, ikinci periyod aiddir birinci hissəyə. Üçüncü, dördüncü periyod isə aiddir ikinci hissəyə. Bəli. Bəs Badbolda setlər arası fasilə, hissələr arası fasilə, Setlər arası fasilə 2 dəqiqədir mənim. setlər arası fasilə 2 dəqiqə. Dəqiqə. Hər setdə 2 dəqiqə fasilə verir, time-out olur. Buyur. 3 dəqiqə. 3 dəqiqə. Time-outla setlər arası fasiləni qarışdırmayaq. Setlər yaxşı öyrənməmisiniz, elə bir boşluq var. Biraz Boşluq var. vaxt eləmədim. Yaxşı. Demək, Badbolda bir oyun ərzində neçə, bir set ərzində neçə time-out götürülə bilər? Maksimum neçə? 2. Hər iki komanda daxil deyirəm. Maksimum dedikdə hər iki komanda. Hər iki komanda daxil olduqda hər iki komanda 2 dənə verilir, mənim 4 olur onda. 4. Time-outun vaxtı burada nə qədərdir? 30 saniyədir. 30 saniyə. Bəs basketbolda time-outun vaxtı? Basketbolda 60 saniyə, 3 üçün basketbolda 30 saniyə. Bəs Badbolda, voleybolda texniki time-out? Yoxdur mənim burada Yox. bir qayda. Texniki time-out yoxdur. Təşəkkürlər Günel müəllimə. Minnətdaram. Buyurun. Mehriban müəllimə. Bəli. Basketbol üzrə ilk dünya çempionatı nə zaman, kişilər arasında dünya çempionatı nə zaman keçirilib? Demək 1932 idi deyirsən, səhv eləmirəmsə. Barışdırdı Mehriban müəllimə. Bəli. Orada demək yox, yadımdan çıxdı. Bəli müəllim, deyin bəli müəllim. Böyük basketbol turnuvası 1950-ci il Argentinada keçirildi. Çempion Argentina oldu. Aha, gözəl. Yaxşı, Mehriban müəllimə. Basketbol federasiyası nə zaman yaradılıb? Federasiya yaradılıb 32-ci ildə. 32 ildə. Bəs voleybol federasiyası nə zaman yaradılıb? Voleybol federasiyası yaranıb deməli 47-ci ildə. 7-ci ildə. Yaxşı. Bəli. Üçüncü basketbolda hücuma verilən vaxt. 12 saniyə. Basketbolda 5 saniyə qaydası. Topu əldə saxlamaq, hücum deməli yan xəttdən topu oyuna daxil etmək və cərimə zərbəsi. Və cərimə zərbəsinə verilən vaxt, cərimə atışını atmaq üçün verilən vaxt. Cərimə atışına verilən vaxt. Gözəl. Voleybolda oyunçular necə düzülür? Oyunçuların meydanda yer dəyişmələri necə olur? Öz meydanlarında. Saat əqrəbinin əksi istiqamətində düzülür, amma yer dəyişmə saat əqrəbi istiqamətindədir. Saat əqrəbi istiqamətində. 6-cı zonanın idmançısı, 6-cı zonada oynayan idmançı neçənci zonaya keçir? 5-ə keçir. Libero oyunçu olur çox vaxt. Yəni orada libero kimi iştirak edirsə, 6-5 libero oyunçular sayılır. Birdə libero, birdə iştirak edə bilər. Xeyr. Niyə ki? Çünki hücumdur. Çünki servis yerinə yetirə bilməz libero. Nə olsun ki? Libero servis yerinə yetirmədiyindən birinci zona Birdə iştirak edə bilməyəcək. oynaya bilər, amma orada servis yerinə yetirə bilməz. Servis vaxtı oynaya bilməz. Girə bilməz oyuna. İndi belə bir qaydanı deyim sizə, Mehriban müəllimə. Badbolda oynamış, çox sağ olun Pərviz müəllim, salam əleykum, salam. Baxın, məsəl üçün oyunçu dəyişikliyidir, meydanda oyunçu dəyişikliyi və servisdən rəqib başlayacaq. Servisi rəqib başlayacaq onsuz da. Əlbəttə ki, libero gəlib birinci zonada oynaya bilər. Onsuz servisi rəqib başlayacaq. Servisi qazansın, avtomatik birinci zonadan keçəcək 6-cı zonaya oyunda. 6-cı zonaya bəli. Bəli, ona görə birinci zonada da iştirak edə bilər. Yəni yer dəyişməyindən gəlib çıxacaq birinci zonaya. Servis vaxtı yerinə yetirə bilməz. Orada iştirak edə bilməz. Servis vaxtı, bəli, servis vaxtı elədir. Tamamilə doğru. Servisə verilən vaxt, servis yerinə yetirmək üçün verilən vaxt. 8 saniyə. 8 saniyədən tez yerinə yetirərsə nə olar? Heç bir problem yoxdur orada. Oyun olduğu üçün davam edir. Ya bəs 8 saniyədən gec Onda rəqib komandaya keçir. top rəqib komandaya. Top rəqib. Bəs hakimin göstərişindən qabaq servis başlayarsa, Yenidən gözləməlidir. Yəni cərimədə yoxdur orada, yenidən təkrar oynamalıdır. Bəs yaxşı, basketbolda neçə time-out götürülür? O ümumi neçə time-out götürülə bilər maksimum? 5 time-out getmək olar. Birinci setdə 2, ikinci setdə 3 set.
Birinci hissədə 2, ikinci hissədə 3. Evet, ikinci hissədə 3. Təşəkkürlər Mehriban müəllim. Çox sağ olun. Bəybələ müəllim. Buyurun müəllim. Bəybələ müəllim. Voleybol Azərbaycanda inkişaf tarixi 1926-cı il. 1926-cı il. Volleybolda Azərbaycan idman hansı Azərbaycan idmançısıdır ki, SSR-də 4 aha, İlnar İsrail, gözəl. Basketbolda buyurun, necə? Deyirəm ki, qızı 2 gümüş alvan. Bəli, iki qızıl, iki təşkilatı oyunlarında. Bəli, 2 qızıl, 3 gümüş tamamilə doğrudur. Bəs yaxşı, basketbolda ilk dəfə Avropa çempionatı kişilər nə zaman iştirak edib? 1935-ci senevr. Aha. Bəs qadınlar? 1938-ci il. Aha. Bəs 3 basketbolda ilk dəfə Avropa çempionatı nə zaman keçirilib? 2014-2015 mənim ikisinin arasında qalmışıq. 2014. 2014 il. 2014. Mən onu dəqiqləşdirdim 2014. Yaxşı. Bəs ilk dəfə demək 3 basketbolda Azərbaycan uğurlu cəhd, ən uğurlu cəhd. Dördüncü İslam oyunlarında həm kişilər, qadınları birinci yer tutmuşuq. Beşdə isə qadınlar birinci çıxıb, kişilər ikinciyə. Aha. Yəni gümüş qızıl. Tamamilə doğru. Volleybolda Azərbaycanda Voleybol Federasiyası nə zaman yaradılıb? 1992-ci il. Bəs nə zaman beynəlxalq üzv olub? Hələ 92-də. Elə 92-də. Volleybolda komanda heyəti. 6 əsas 6 ehtiyat. Beynəlxalq yarışda 8 ehtiyat aparan olur. 8 ehtiyat gözəl. Bəs 6-dan az 5 nəfərlə çıxa bilərəm? Texniki məlumat verilir. Texniki məğlubiyyət. 6 oyunçu yerində olmalı mənim. Aha, mütləq 6 oyunçu ilə meydana çıxa bilər. Yaxşı, basketbolda oyunçu heyəti. 5 əsas 7 ehtiyat. 3 basketbolda. 3 əsas 1 ehtiyat. Basketbolda mütləq şəkildə 5 oyunçu ilə çıxmalıyıq, yoxsa 4 ilə çıxa bilərik? Bəli, mütləq şəkildə 5 oyunçu çıxmalı. 5 ilə başladıq. Oyun gedişatı zamanı oyunçu azlığı ilə oynaya bilərik. 5 başlanırsa bəli. 2-dən az oyunçu olur. Aha, bəs 300 basketbolda 3 ilə başladıq. 3-dən az oyunçu. Başladıq. 1-dən az oyunçu oyunu olardı. 1-dən az oyuncu texniki məlumat verilir. Aha. Bəs volleybolda 6 oyunçu ilə başladıq. 5 oyuncu, biri diskvalifika aldı, çıxdı. 5 ilə davam edə bilərik. Aha, texniki. Ehtiyat oyuncular qanada məlumat verilir mənim texniki. Texniki məlumat. Servisdən gələn topa, rəqibdən servisdən gələn topa blok qurma bilərik. Blok qurmada kimlər iştirak edə bilməz? Arxa zona oyunçuları. Ön zona oyunçular iştirak edə bilər. Aha, ön zona oyunçular iştirak edə bilər. Ön zonanın oyunçuları maksimum neçə idmançı iştirak edə bilər? Ön zona 3 oyunçu mənim. 3 oyunçu da iştirak edə bilər. Kollektiv blok gözəl. Yaxşı. Servisdən gələn topu, rəqibinin servisindən gələn topu, top tor səviyyəsindən hündür olarsa, hücum zonanın oyunçuları ona hücum zərbəsi vura bilər. Hücum zərbəsi vurma olar mənim. O blok vurma olmaz. Tor səviyyəsindən hündür olarsa top. Necə mənim? Topun tor səviyyəsindən hündür gəlir. Elə ola bilər, aşağı da gələ bilər də. Sualı başa düşmədim. Hücum vura bilər, vurma olar zərbə. Məsəl üçün, bilirik ki, mən topu servis başladım, servisi sərt vurdum, top üzü aşağı, tordan keçib aşağı istiqamətləndi. Tor səviyyəsindən aşağıda gəlir. Tordan aşağı keçirsə, mənim top aşağı keçirsə, xal rəqibə verilir. Amma yuxarıdan keçirsə, rəqib meydan tutursa mənim. Bir dəqiqə. Elə nüanslar var ki, top tor səviyyəsindən aşağıda ola bilər. Baxın, qarşı atma olardı mənim ona. Top meydansaya düşürsə ya da bizimsə oyunçu qarşı ata bilər orada. Bir dənə suala nəzər yetirək, diqqət yetirək. Servis gələn tor səviyyəsindən hündür olarsa, ona hücumçular hücum zərbəsi vura bilər. Tor səviyyəsindən hündür olarsa top. Məncə vura bilər. Çünki yarışlarda görmüşəm mən vururlar. Xeyr. Servisdən gələn topa, top tor səviyyəsindən yuxarıdadırsa, hücumda olan oyunçular hücum zərbəsi vura bilməz. Blok qura bilməz, mən onu bilirəm. Amma ki, zərbə blok o yarışda düzgün idarə olunmayıb, yoxsa nə bilim. Ola bilər. Zərbə vura bilməz. Ya da top oyunçunun üstünə gəlib onu. Onun üçün tam elə şey görmədim. Ola bilər. Baxın. Vura bilməz. FIBA-nın qaydaları. 3 hücum oyunçuları var. Top tor səviyyəsindən yuxarıdadırsa, hücumda dayanan idmançılar ona tor səviyyəsindən hündürdədirsə top, ona hücum zərbəsi vura bilməz. Tollanı vura bilməz. Tollanı vura bilməz. Düz mənim. Heç ayaqları dayaqda da olsa vura bilməz. Top tor səviyyəsindən aşağıda olarsa, hücum zərbəsi vura bilər. Amma arxa zonanın oyunçuları top istər tor səviyyəsindən hündür olsun, istər tor səviyyəsindən aşağıda olsun. Arxa zonanın oyunçuları servisdən gələn topu vura bilər. Hücum zərbəsi. Bildim, mən başa düşdüm. Sağ ol, çatmadım, mən onu dedim. Bu nüansı kim? Buyurun Elmira müəllimə, sualınız var.
Bəli, müəllim. Axı belə demirdik ki, hücum zərbəsini arxa zonanın oyunçuları aşağı istiqamətdə gələrsə vurar, amma yuxarı istiqamətdə olarsa vura bilməz. Bir də tor səviyyəsindən daha yuxarı istiqamətdədirsə hücum zərbəsi vura bilməz oyunçular. Yalnız top özləri ilə şaquli vəziyyətdə olarsa vura bilər. Yəni tor Yəni səviyyəsindən öz aşağı. istiqamətində ola bilər, tor istiqamətində olarsa vura bilərlər. Bunu düzgün dediniz. Amma arxa zonanın oyunçuları servisdən gələn topa istər tor səviyyəsindən hündür olsun, istər tor səviyyəsindən aşağı olsun. Buna arxa zonanın oyunçuları hücum zərbəsi vura bilər. Servis atışında. Bəli. Axı demədik, arxa zonanın oyunçuları servis atışı və ya da blok qura bilməz. Kim dedi ki, arxa zonanın oyunçuları servis atışı, arxa zonanın oyunçuları birinci zonanın oyunçusu servisi yerinə yetirir. Blok qurmada blok qura bilməz. Amma o kim dedi ki, hücum zərbəsi vura bilməz? Belə bir nüans demədik. Hücum zərbəsi vura bilər arxa zonanın oyunçuları. Ola bilər, mən səhv etmişəm, üzrlü sayın. Üzrü düşməniz olsun. O nə deməkdir? Dərsdə öyrənməyə qoşulmuş. Qayda pozunu sayılır. Hansı? Nə? Nə hücum zonası, top servis topunu hücum zonasına topu əlinə vurması, yəni ki. Servis topu vurması. servisdən gələn topa tor səviyyəsindən hündür olarsa, tor səviyyəsindən hündür olarsa, hücum oyunçuları hücum zərbəsi vura bilməz. Vurarsa qayda pozuntusu. Avtomatik olaraq top keçir rəqibə, servis keçir rəqibə, xal keçir rəqibə. Bu nüansı kim başa düşmədi? Müəllim, mən istəyirəm ki, özüm bir də izah edeyim, görüm mən düzgün başa düşmüşəm, yoxsa yox. Servisdən gələn toplar, olarmı mən izah edeyim, görüm mən düzgün anlamışam. Müəllim, buyurun. Deməli, rəqib servisi yerinə yetirir, arxa zonan oyunçuları blok qura bilməz, nə də ön zonan oyunçuları blok qura bilməz servisi. Servisə blok qurma olur. Arxa zonan oyunçuları hücum zərbəsi vura bilər, amma ön zonan oyunçuları hücum zərbəsi vura bilməz. Tor səviyyəsindən hündür olarsa, top tor səviyyəsindən hündür olarsa. Hündür olarsa ön zona vura bilər, hücum zərbəsi. Xeyr, ön zonanın oyunçuları top tor səviyyəsindən hündür olarsa vura bilməz. Arxa zonanın oyunçuları amma vura bilər. Amma aşağı olarsa vura bilər ön zona oyunçuları. Bəli, aşağı olarsa tor səviyyəsindən aşağı olarsa hücum zərbəsi vurula bilər. Başa düşdüm. Buyurun, Anar müəllim. Müəllim, mən də onun əksinə bilirdim. Mən elə bir ön zonanın oyunçuları 2, 3, 4-dür də. Mən ona belə oxumuşdum ki, yəni top rəqib tərəfdən gələndə, top yuxarıdan gəlirsə, aşağıdan gəlirsə, o qarşıda olan oyunçular, yəni 2, 3, 4 oyunçular vura bilər. Amma arxa tərəfin oyunçuları vura bilməz də. Məsələn, məndə bir vəsait var, yəni belə yazılıb, tam oxuyum belə. Deyir ki, ön xətt oyunçular 2, 3, 4. Ön zonadan, arxa zonadan, sərbəst zonadan, top tordan yuxarıda və ya aşağıda fərq etməz. Hücum zərbəsi yerinə yetirə bilər. Ön xətt. Bir dəqiqə üzr istəyirəm. Servisdən gələn topdan söhbət gedir, yoxsa o oxuduğunuz servisdən gələn topdan? Ön xəttdən arxa zonada, sərbəst zonada topdan yuxarıdan və aşağıdan fərq etməz. Demək, axırdan oxuyum, yetirə bilər. Ön xətt oyuncuları hücum zərbəsi istənilən hündürlükdə yerinə yetirə bilər. Bu şərtlə ki, onun topa təması öz oyun fəzası hüdudunda yerinə yetirilsin. Belə yazıb. Mən də onu bilirdim. Mən də indi o müəllim bir dedi. Mən də bilirdim ki, ön zonanın oyunçuları gələn topu qarşılaya bilər. Amma arxa zonanın oyunçuları gedib orada qarşılamır. İndi ola bilər də məsələn biz səhv yol verərik bu işi hər gün. Ona bir söz deyim. Buyurun Nurlan müəllimə. Nurlan müəllimə idi. Nurlanım, Mənim voleybolda belə bir şey var ki, ümumiyyətcə servisdən gələn topa qətiyyən blok qurula bilməz. O sözsüz. Bəli, bu mümkün. Gəlirsə biz arxadan hücum zərbəsi vura bilmərik. Vura bilərik necə? Yerimizdən tullanmayaraq, yəni ayaq yerdən qalxmamalıdır. Arxa zona var ki, 6-cı. Bu tamamilə doğru. Bu tamamilə doğru. 6 metrlik, yəni müdafiə zonası var ki, oradan tullanaraq biz, yəni ayaq yuxarı qalxıb biz hücum vururuq, onu vura bilmərik. Amma ayaq yerdə olmaq şərti ilə hücum vura bilərik. Top istər tor səviyyəsindən hündür olsun, istər tor səviyyəsindən aşağı olsun, vura bilərik. Bəli. Xeyr, tam hündürü olmaz. Bəli, həm də ki tullanıb vurmaq olmaz. Tullanıb vura ayaq yerdən bilərik. Sözsüz. Ayaq da ayaqda olmalıdır. Ayaq da ayaqda olmalıdır. Amma keçək ön zonanın oyunçularına. Ön zonanın oyunçuları o fərqi yoxdur, o vura bilər. O istər aşağıdan, istər yuxarıdan, yəni 3-cü zonada dayanan oyuncu, yəni pasorcik deyirlər də ona. O ötürür hücumçulara 2 ilə 4-ə. Ötürür, o da vurmalıdır. Birbaşa heç ötürmədən, birbaşa servisdən gələn topa hücum zərbəsindən söhbət gedir. Xeyr, vurmaq olmaz müəllim, qəbul eləməliyik biz onu. Mən də arxa zonanın oyunçuları amma vura bilər. Arxa zonanın oyunçusu bəli götürüb vura bilər. Amma necə vurar? Yəni ayaq yerdən qalxmamaq şərtilə. Ayaqlar da ayaqda olduqda, bəli, ayaqlar da ayaqda olmaq mütləq. Amma ön zonanın oyunçuları birbaşa top tor səviyyəsindən hündür olarsa, birbaşa hücum zərbəsi vura bilməz. Yox, olmaz müəllim. Mən də səhərdən bunu izah edirdim. Təşəkkürlər sizə. Belə baxıram Nurlan müəllim, bədboldan iştirak etmisiniz. Bədboldan anlayışınız gözəldir. Voleybol mənim öz ixtisasımdır. O üzrə məşq keçirəm ona görə. Gözəl. Başa düşdünüz bu nüansı. Təşəkkürlər Nurlan müəllim. Fikrinizi böldünüz, təsdiqlədiniz. Buyurun Anar müəllim.
Mənim bir dəqiqə yadımda soruşum. Deməli, bir ayaqları bir sual çıxdı qarşıma. O deməli böyük basketbolda da rəqib topu götürüb 8 saniyə rəqibin tərəfə keçməliyəm də mən. Elədir? Bəli. Topu götürdüm, rəqib tərəfə 8 saniyə keçirəm. Orada keçən zaman bütün məsələn tutaq ki 5 nəfər mənim komandamda oyunçular, bunlar 5-i də keçməlidir o tərəfə, yoxsa tək topu götürən? Xeyr. İstəsən mən qalaram. İstəyir 4-ü keçsin, istəyir 3 keçsin, istəyir 2-si. Xeyr, 5 də keçmək mütləq deyil ki, o 5-ini də keçsin. Aha. Mən də siz dediyiniz kimi bilirdim. Yəni bir dənə oyunçu keçib gedib ata bilər, amma ki bir dənə rastıma bir sual çıxdı. Orada deyir ki, hamısı keçməlidir, 5-i də keçməlidir. Nəsə mən qaranlıq qaldı. Qeyd eləmişdim ki, müəllim sizdən soruşam, ona görə yəni soruşdum. Yəni başqa məndə çıxmasın da. Mən başa düşdüm sizi. Mən heç adicə düzdür, basketbolla məşğul olmamışam. Amma nə yalan deyim, İsrail gün sırf Parisdə keçirilən Olimpiya oyunlarında Parisdə keçirilən Olimpiya oyunlarının basketbolunun yarışına baxdım. Niyə baxdım? Dedim, indi hamı səhv olar. Birdən nəsən səhv edərəm, nəsən səhv qaçırdıram. Ən azından bu qədər müəllim yönləndirirəm. Müəllimlər mənə inanıb, güvənib dərsimə qoşulub. Dedim, birdən səhv yönləndirərəm insanıq da. Mən oturdum, 2 saat neçə dəqiqə idi. 2 saat neçə dəqiqəsinin hamısına baxdım. Və orada məsəl üçün hücuma gedəndə görmədim ki, onların hamısı, oyunçuların hamısı getdi hücuma. 2024-də yay olimpiya oyunlarından keçirilən yarışdan söhbət gedir. Orada məsəl üçün topu götürdüm. Elədir müəllim. Mən də yəni elə bilirdim. Aha, xeyr, o testi yaradan da bəlkə çaşır, nətərsi yanlışlıq olub. Xeyr, o demək mütləq insandır, olar müəllim. Aha, olar. Sadəcə müəllim, mən bunu soruşmaqda sizdən, yəni fikrimi dəqiqləşdirmək istədim də ona görə. Yəni siz ona görə. Yox, mən onu deməkdir. Başa düşürəm sizi, anlayışlı qəbul edirəm. Siz də istərsiniz ki, dəqiq cavabını biləsiniz. Əlbəttə ki, mənim də sualım olanda. Buyurun, təşəkkürlər, rica edirəm. Kimin nə sual qaldı? Kim bu voleyboldan və basketboldan verilən izahlardan çaşqınlıq qalan oldu? Ha, gözəl. Bəybalı müəllim, təşəkkürlər. Sonuncu sizlə sual cavab etdik. Təşəkkürlər, gözəl cavab etdiniz. Ha, Elmira müəllimə. Rəhmət olsun. Bəli, müəllim, buyurun. Bəli, müəllim, istəyirəm. Basketbolda hücuma verilən vaxt. Basketbolda hücuma verilən vaxt 24 saniyə. 24 saniyə. Basketbolda qadının ilk dəfə dünya çempionatında qadınlar nə zaman iştirak edib? İlk dəfə basketbolda dünya çempionatında ilk dəfə 1953-cü ildə. 53-cü ildə. Basketbol Azərbaycanda nə zaman inkişaf etməyə başladı? 1920-ci ildə. 1920-ci ildə. 3-3 basketbolda 5 saniyə qaydası. 5 saniyə qaydası, 5 saniyə ərzində 5 saniyə qaydası 3 basketbolda. Hə, 5 saniyə ərzində topu cərimə xəttinə atmalıdır. Yəni cərimə xəttinə deyək də 5.80 metr o biri. Sonra o siz 300 basketbolda o 5 saniyə çox da önəm vermirlər. Bəli, ona görə mükəmməl qalıram. Mən çox basketbolda önəm verirlər. Aha, o 3x basketbolda cərimə atışında 5 saniyə çox önəm vermirlər. O cərimə atışının 5 saniyəsinə çox önəm vermirlər. Amma digər 5 saniyə keçən dəfə izah vermişdim. Ona önəm verirlər. Hə, bunu yadımdan çıxır. Gülmira müəllimə. Mənim səbətin altında 5 saniyədən artıq topla dayanmaq olmaz. Xeyr, Gülmira müəllimə. Ləman müəllimə. 5 saniyə qoydum. Ləman müəllimə burada. Mənim o 5 saniyə ərzində müdafiə 66-75-i xətt yoxsa. Aha, düz dediniz. Müdafiə götürdüsə topu. Hücumu qurtarmalıdır. Xeyr, hücumu yox. 5 saniyə ərzində müdafiə olunan 6.75-in xaricinə çıxmalı deyil mənim. Aha, xaricinə çıxmalı. Topu tutdum. Məsəl üçün rəqib atdı topu səbətə. Topu tutdum. Səbətdən keçmədi, istər keçsin. Topu tutdum 5 saniyə ərzində 6.75 xətti keçməliyəm mütləq. Aha, gözəl. Sonra Elmira müəllimə. Bunu başa düşdünüz 5 saniyə qaydası. Səhv saldım 3 saniyə qaydası. Ha, 3 saniyə qaydası. 6.75-in üzərində də ona 5 saniyə qaydası var. 5 saniyə qaydası nədir 3-3 basketbolda? Məsələn, 3-3 basketbolda. Topu atdım, mən hücumçuyam. Topu atdım, istər səbətdən keçsin, istər səbətə dəysin. Topa siz yələndiniz. Məsələn, siz də rəqibsiz. Siz topa yələndisə 6.75-in daxilində. Siz mütləq ki, 5 saniyə ərzində 6.75-in xaricinə çıxıb hücumunuzu qurasınız. Əgər 5 saniyədən gec 6.75-in xaricinə çıxarsınızsa, avtomatik top keçir rəqibə. Hə, başa düşdüm. Aha, gözəl. Bəs böyük basketbolda 3 saniyə qaydası. Böyük basketbolda 3 saniyə qaydası 3 saniyə ərzində topsuz şəkildə hücum zonasında qala bilər. Mən siz keçən dərsdə topla demişdiniz, amma mən onu sonradan araşdırdım. Topsuz şəkildə olmur, onu sizdən soruşasaydım. Aha, bu yeni İkinci araşdırdım, orada topsuz şəkildədir. Yəni 3 saniyə ərzində topsuz şəkildə qala bilər hücum zərbəsində. Kimdən araşdırmısınız? Ola bilər yeni qaydalardan tam məlumatı yoxdur. Bu artıq topla 5 saniyə, 3 saniyədən artıq dayana bilməz.
Topla. Bəli, Yəni topla. topsuz yox. Top- Yeni qaydalarda Hə, topladı. topla. 3 Üç. basketbolda da bu cürdür topla. 3 böyük basketbolda da topla. 5 saniyədən artıq dayana bilməz. Üzr istəyirəm, 3 saniyədən artıq dayana bilməz. 3 saniyədən artıq. Ha, dayanabilir. əvvəl bu cür idi ki, əvvəl topsuz vəziyyətdə 3 saniyədən artıq dayana bilməzsən. Topu silgərək çünki Bəli. vaxtı bitənə qədər dayana bilərdin. Bu əvvəl idi. Amma artıq isə 3 saniyədən artıq topla dayana bilməz. Yəni bu mən hansısa bir təlimçidən soruşmuşam. Yəni o da mənə topsuz şəkildə dedi. Yenə siz deyənlə o müəllimin deyən arasında qaldım. Dedim yenə bu gün sizdən soruşaram ki, mən iki yol arasında yenə qalmışam. Topsuz şəkildə yoxsa topla? Ola bilər. Təlimçidir məsəl üçün yeni məlumatdan xəbəri olmaz, ola bilər. Yəni yeni məlumata əsasən, yeni qaydaya əsasən topla. Bu ümumiyyətlə idman oyunları, dərslik elə bir elmdir ki, gündən-günə yenilənir. Bir anlıq elə yenilənir ki, məsəl üçün araşdırmasan, axtarmasan o yenilikdən məlumat olmayacaq. Bu dərslik dəryadır. Yəni gündən-günə yenilənir. O müəllimi də qınamağına da yoxdur. İndi müəllimin başı qarşı Mən də bax ona görə iki yol arasında qalmışam. Elə bir müəllimlə yəni araşdırdım ki, yəni bu gündəlik, yəni hər ilmiqə tələbə hazırlaşdıran bir müəllimdir. Yəni ona görə belə iki yol arasında qaldım. Ha. Yəni mən inanmadım ki, yəni o müəllim bu yeni qaydanı bilməmiş olmaz. Aha, ola bilər. İnsan da ola bilər. Ola bilər mənim. Ola bilər. Demək, keçək elmi müəllimə. Voleybolda 3 saniyə, 30 saniyə qaydası, 30 saniyə time-out dedik verilən vaxtdır və voleybolda bir komanda maksimum neçə time-out götürə bilər? Bir komanda maksimum 10 time-out götürə bilər. 10 time-out götürə Hər bilər. seti 2 time-out götürür. Bəli. Aha, oyun necə başlanılır? Oyun püştatma ilə başlayır. Püştatma ilə Birinci və başlanır. 5-ci setlərdə püştatma olur, 3-cü, 4-cü setlərdə isə sıralama ilə dəyişir. Aha, libero servis başlaya bilər. Libero xeyr, servis atışı edə bilməz. Libero bloku qurmada iştirak edə bilər. Xeyr, libero servis atışı blok qurmada iştirak edə bilməz. Libero kapitan ola bilər. Bəli, kapitan ola bilər. Libero kapitan ola bilər. Libero meydana çıxmadan oyun gedə bilər. Bəli, xeyr, libero olması mütləq şəkildədir. Mütləq şəkildə libero meydanda olmalıdır. Elə deyirsiniz? Yox, oyun ərzində liberonun olması mütləqdir. Amma Oyun- libero oyun ərzində oyundan çıxa da bilər, amma bir xal tamam olmamış oyuna qayıda bilməz. Aha, bu tamamilə doğrudur. Yəni meydana liberosuz çıxmaq olar deyirsiniz. Bəli. Tamamilə doğrudur. Yaxşı. Libero protokolda neçədir? Əgər protokolda əgər 14 oyunçu ilə gələrsə, komanda mütləq şəkildə 2 liberonun qeyd edilməsi vacibdir protokolda. El hərfi ilə qeyd edilir. El hərfi ilə qeyd olunur. Yaxşı. Bəli. Beynəlxalq yarışlarda komanda heyəti Beynəlxalq yarışlarda komanda heyəti 6 əsas, 8 ehtiyat olmaqla 14 nəfərdən ibarətdir. Aha, topun çəkisi çevrəsi Topun çəkisi 65-67, çevrəsi 65-67, çəkisi 260-280. Aha, gözəl. Təşəkkürlər Elmira müəllimə. Gülmira müəllimə. Oyunçu neçə texniki faul edərsə oyundan kənarlaşar və neçə cərimə atışı atdılar hər texniki faula görə. Böyük basketboldan söhbət gedir. Mən bir dənə tədris oyunçu. Mən 5 dənə faul edərsə, oyundan kənarlaşma verir. Texniki fauldan söhbət gedir. Bir dənə qatdım. Texniki faul 5 komandaya 4, oyunçuya 5. Texniki fauldan söhbət gedir. Gülmira müəllimə, dərs öyrənməmisiniz. Yox, mən öyrənmişəm, bir dəqiqə hamısını bir-birinə qarışdırdım yəni. Qarışdırdınız, aləmi vurdunuz bir-birinə. Rübal müəllim. Bəli, müəllim. Texniki faula görə oyunçu neçə texniki faul olarsa oyundan kənarlaşar və neçə cərimə atışı atılır. Texniki faul yoxdur basketbolda. Estağfurullah. Texniki time-out demədim Rübal müəllim. Texniki time-out. Texniki faula görə 2 texniki faula oyundan kənarlaşar. Bəs hər texniki faula görə neçə cərimə atışı atılır? 1 cərimə atışı. Bir cərimə atışı. Aha, gözəl. Yaxşı, təşəkkürlər Rübal müəllim. Gülmira müəllimə. Gülmira müəllimə, belə bir sual verim sizə. Bəs qeyri-idman faulunda oyunçu neçə qeyri-idman faulu edər oyundan kənarlaşar və qeyri-idman fauluna görə neçə cərimə atışı atılır? Mənim 2 qeyri-idman fauluna görə oyunçu oyundan kənarlaşır. Birinci sual. İkinci nə idi? Və 2 qeyri və neçə cərimə atışı atır? 2 cərimə atışı atır da. Aha, qeyri-idman faulunda cərimə atışından sonra top kimdə qalır? Müdafiə olunan komandada. Rübal müəllim. Bəli. Top kimdə qalır cərimə atışından sonra qeyri-idman faulunda? Qeyri-idman faulunda top cərimə atan komandada. Cərimə atan komandada. Təşəkkürlər. Gülmira müəllimə. Voleybol idman oyununda 5-ci zonadan oyunçusu 4-cü zon üzrə cavabı dedim.
Hə, voleybol idman oyununda libero 5-ci zona olarsa, 5-ci zonada oynayarsa, oyunçu dəyişikliyi zamanı 4-cü oyuna 4-cü zonaya keçə bilər, Xeyr, mən. keçə bilməz. Bəs necə olar? Mən arxa 6-da 1-ə, 6-ya, 5-ə keçə bilər də. Yaxşı, 5-dən 5-də də oyunçu dəyişikliyi olur, 4-ə keçə bilər. Necə olacaq o? 5-dən Mən arxa zonada oynayır da libero. Yaxşı, necə olacaq? Mən bilmirəm onu. Rübai müəllim. Bəli, müəllim. Libero 5-ci zonanın oyunçusudur və oyunçu dəyişikliyi edilir. 4-cü zonaya keçə bilər. Yox, libero dəyişir də gedir zamana. Necə olacaq o? Necə dediniz? Dəyişir olanda libero zamana gedir. Onun Aha. yerinə başqa oyuncu gəlib servis atışı yerinə yetirmək üçün. Əla, əla, gözəl. Mən onu bilirdim. Niyə demədim? İndi gəldim. Birdən qarışdırdım hamısını bir-birinə. Tamam. Gülmürəm müəllimə, yaxşı. Libero hardan oyunçu dəyişikliyi yerinə yetirir, digər oyunçular hardan yerinə yetirir? Mən elə bir şey varmış ki, hardan? Arxa zonada Bəli. yaxın. Heç belə suala rastlaşmamışam ya da qarşıma çıxmır belə bir sual, yalan deyirəm. İndi Rübai müəllim desin, dinləyin. Rübai müəllim. Bəli, bəli, mən onu bilirdim. Amma Doğrudan da yadımdan çıxıb. Yadımdan çıxıb. Onu bilirdim. Gözəl sualdır. Doğrudan da lazımdır bu sual. Günay müəllimə yoxdur, bu gün dərsdə deyil, dinləyicidir. Dərs olsun. Rəşad müəllim. Burada olmalı, yox, burada idi. Rəşad müəllim, buradasınız? Buradasınızsa səs açın, zəhmət olmasa. Rəşad müəllim burada. Rəşad müəllim, səs açın, zəhmət olmasa. Rəşad müəllim telefonu qoyub getdi burası. Yox. Hə, Rübai müəllim. Bəli, buyurun. Rübai müəllim, diskvalifikasiya basketbolda neçə sərmə atışı verilir və neçə diskvalifikasiya yolunda oyundan kənarlaşdırılır? Diskvalifikasiya basketbolda bir diskvalifikasiya oyundan xaric edilir, 2 cərimə atışı. Oyundan xaric edilir. 2 cərimə atışı, bəli, doğrudur. Bəs yaxşı, nə zaman diskvalifikasiya zamanı cərimə atışı verilir? Hər iki komandadan. Diskvalifikasiya olarsa cərimə atışı yerinə yetirilir. Ha, hər iki cərimə, bəli. Bəs yaxşı, voleybol ikinci zonanın oyunçusu neçənci zonaya keçir oyuncu dəyişikliyi zamanı? İkinci zona oyuncusu 3-cü zonaya. Üçüncü zonanın oyunçusu. 3-cü 4-ə keçir. 2 ilə hara keçir? 2 yüksək keçir. Birə. Bəşir müəllim yerinizdən danışın. Estağfurullah. Bağışlayın. 2 dediniz. Bəli, bəli. Bağışlayın. 2 keçir, 1-ə aslında. Bəs yaxşı. 2 dedik, 1-ə keçir. Nə zaman oyuncu dəyişikliyi edilir? Meydanda yerləri nə zaman dəyişdirilir? Oyuncu setdən setə. Servis zamanı da, hə. Siz belə dediniz. Ha, oyuncu dəyişikliyi də öz meydanlarında nə zaman dəyişdirilir? Öz meydanlarını, bəli, xal qazanır, ralli qazanır. Hansı ralli edir? Rəqibin servisindən xal qazanırsa, bəli. Rəqibin servisindən xal qazananda, bəli. Oyuncu dəyişikliyi hansı istiqamətdədir? Düzülüşün hansı istiqamətdədir? Var, oyunda sualda belə bir də görsən belə suallar düşür. Yəni deyim, adam bir də görsən yaxşı oxumur sualı. Bir var oyunçuların yerləşməsi, bir də var oyunçuların yer dəyişməsi. Yəni belə şeylər adamı çaşdırır. Yer dəyişməsi saat əqrəbi istiqamətindədir. Yerləşməsi saat əqrəbin əks. Əks istiqamət. Aha, əla, gözəl. Yaxşı. 4-cü zonanın oyunçusu servis yerinə yetirə bilər. 4-cü zonanın oyunçusu, bəli, servisi bəli, keçərsə, bəli. 4-cü zonanın oyunçusu gəlib servis yerinə yetirə bilər. Estağfurullah. 4-cü zonanın oyunçusu 2, 3, 4 keçir 5-ə də. Yox, servis yerinə yetirə bilər. Servisi bəli yetirə bilər də, arxa zonaya gələndə getirir. Gələndə yox, məsəl üçün 1, 2, 3, 4, 5, 6 zonalar müəyyən olunub, oynayırlar orada. Və servis topu atıblar ki, mənim komandama, bizim komandamıza, Rübai müəllim. Mən oynayıram 4-də, siz də oynayırsınız. Perxod edir də, yer dəyişmə. Yer dəyişmədə heç söhbət getmir. Hal-hazırda heç yer dəyişmə olmur. Topu veriblər ki, bizə. Servisi yerinə yetirin. 4-cü zonada oynayıram mən. Gəl, servisi yerinə yetirə bilərəm. 4-cü zonanın oyuncusu bəli. Xeyr, yanlış deyirsiniz. Rübai müəllimdən sonra Rəşad müəllim. Rəşad müəllim, buradasınız. Bəli, mənim axşam xeyir olsun. Hər vaxtınız xeyir Rəşad müəllim. Rəşad müəllim. Sağ olun, yaxşı olasınız. Siz necəsiniz? Rəşad müəllim. Sağ olun. Yaxşı olun. Voleybol 4-cü zonanın oyuncusu servis gəlib yerinə yetirə bilər. Həyatı boyu. Bəli, həyatı boyu yerinə yetirə bilməz. Servis hansı zonanın oyuncusu yerinə yetirir? Birinci oyuncu, birinci zona. Birinci zonanın oyuncusu. Neçə saniyə müddətində yerinə yetirməlidir? Servis neçə? 8 saniyə. 8 saniyə. 8 saniyədən gec yerinə yetirərsə? Rəqibə bir xal. Rəqibə bir xal. Yaxşı. Basketbolda maksimum neçə, üzr istəyirəm. Voleybol neçə maksimum püşatma keçirilir? Birinci, 5-ci set. Yəni 2 dəfə. Bəs basketbolda? Basketbolda püşatma yoxdur mənim. Gözəl. Bəs 300 basketbolda? Onda var. Neçə dəfə keçirilir maksimum? Bir dəfə olmalıdır mən bilən. Bir dəfə. Yaxşı. Təşəkkürlər Rəşad müəllim. Rübai müəllimə qayıtdıq. Geri dönüş edək. Bəli, mən bir də həmin suala qayıtmaq istəyirəm. Deməli, sual belə qoyulsa daha yaxşı olar da. Birinci servisi kim yerinə yetirir, hansı zona oyuncusu? Onda birinci
Yəni birinci zona. Heç birinci Amma zona belə yox. ümumiyyətlə Heç oyunun gedişatıdır. Hesab 18, məsəl üçün 17-dir. 19-cu Aha. skalı qazandıq. 19-cu Hə, skalı qazandıq. hə. 4-cü zonanın oyunçusu Birinci gəldi. zonaya gələndə, Birinci 4-cü zona. zonada Onda birinci zonaya gələndə o nə bilim neçə Gələndə. skalı qatacaq. O gələcək Hə. 19, 20, 21 mən elə bəlkə başa də düşdüm. Bəli. o xeyr. Başa Ümumiyyətlə dedim, tam izah verdim axı necə olur. Bunu bildiniz də? 4-cü zonada olan oynayan oyunçu birinci zonaya gəlib çatanda onda servis Hə, yerinə yetirə bilər. o heç, Düzdürmü? o tamamilə Hə. doğrudur. O Hə, bax gəlib çatanda. belə mən anlamışdım. Belə anlamışdım sualı. Aha, ola bilər Rübal müəllim, ola bilər. Yaxşı Rübal müəllim, basketbol, yox, 3-3 basketbol. Neçə xallıq, neçə dəqiqəlik, neçə hissəlik oyundur? 10 dəqiqəlik bir perioddur. Bir hissəlik. Bir hissəlik. 21 xal olanda bəli, oyun bitir. Oyunun Tamam olmamış 10 dəqiqə. overtime-sız əsas hissədə maksimum neçə xal toplamaq olar? Overtime-sız 22 xal maksimum. Maksimum. Bəs overtime-la bərabər maksimum neçə xal? 23. 23 xal. 23. 6.70. Komandanın faal limiti dolub. Komandanın faal Bəli. limiti dolub. Söz basketboldan söhbət gedir və 6.75-in xaricində basket faal oldu. Neçə xal, neçə cərimə qaçır? 6.75-in xaricində oldusa, Hı -hı. bir cərimə atışı. Bir də sualı deyim, mən biraz bu gün biraz yuxuluyam. Komandanın faal limiti dolub. Məsəl üçün 7-dir. Komandanın faal limiti 7-dir. 3-3 basketbolda. Aha, 3 basketbolda. Komandanın faal limiti 7-dir. Və 6.75-in xaricində basket faal olub. Xaricində. Aha, xaricində. Xaricindədirsə də deməli 2 cərimə atışı yerinə yetirilir. Bəs əlavə olaraq sonra 2 fol yazılır. 2 fol. bildim. Başqa nəsə var orada? Əlavə etmək olar. Yadımdan çıxıb bir dəqiqə biraz deyim. Olsun. Dərs təkrarlayarıq. Düzələcəyimizi. Rəşad müəllim. Bəli, müəllim. 6.75-in xaricində basket faal olur və komandanın faal limiti 7-dir. Onun necə davam edəcək? 2 cərimə atışı atılır da. Başqa? Yadıma düşdü müəllim, yadıma düşdü. Başqa Bir dəqiqə bir 3 basketbolda olur əlavə. Mən bilən bunda olmur. Nə? Əlavə nə olur? Söhbət 300 basketboldan gedir. Əlavə burada mən yadıma düşmədi axı nəsə. Mənim yadıma düşdü müəllim. Böyük basketbolda olur əlavə bir atış, amma bunda olmur mən bilən. Qarışdırırıq. 2 xal yazılır. 2 xal, bəli, 2 xal plus 2 Fol, cərimə. basket bəli, yəni xal keçdi, sayılır demək. Aha, yəni top səbətdən keçib. Keçdi demək. Basketbolun sözünün mənası yəni ki, top səbətdən keçib. Topu atdığım an mənə qayda pozuntusu olur və top səbətdən keçib. Bu zaman Bəli, indi yadıma fol sözünün mənası basketdən keçməkdir. İndi yadıma düşdü, yadıma düşdü. 2 xal avtomatik olaraq yazılır. Plus 2 cərimə atışı. Bəs Yəni indi yadıma düşdü deməli. aha. Rübal müəllim. Bəli. Komandanın faal limiti 4-dür. 6.75-in xaricində basket faal olarsa 300 basketbolda söhbət gedir. Hə, 4-dürsə, basket faal olarsa 2 xal yazılır xaricdən. Bəli, bir cərimə atışı. Bir cərimə. Əla. Yaxşı Rübal müəllim. Voleybolda oyunçular, komandalar hücum istiqamətləri nə zaman dəyişir? Hücum istiqamətləri setdən setə. Bütün birinci setdə keçdi, ikinci set, ikinci setdən üçüncü set, üçüncü setdə dördüncü set oynanılarsa dördüncü set, beşinci set oynanılarsa mütləq ki dəyişir. Püşkatma. Ha, püşkatma sayəsində dəyişə də bilər, dəyişməyə də bilər. Başqa nə zaman dəyişir əlavə olaraq? Bir də oyun əvvəlində. Yox, oyun əvvəlində püşkatmanı bildik. Başqa oyunçular hücum istiqamətləri nə zaman dəyişir? Yadımdan çıxdı. Rəşad müəllim. Lamiyə müəllim. Burada. Bəli müəllim. Rəqibdən xal qazandığı hücum istiqamətini dəyişir. Rəqibdən xal qazandığı hücum istiqamətini dəyişmir. Oyunçular meydanda yerlərini dəyişir. Bəşir müəllim. 8-ci xal. Düz tamamilə doğrudur, amma yerimizdən danışmayaq. Oldu müəllim, oldu. Bir dəqiqə. Yadıma düşmüşdüm. Üzr istəyirəm Lamiyə müəllim bir dəqiqə. Bəşir müəllim, elə siz təsəssüsən. Voleybolda yandan boş zona, arxadan boş zona. Nə qədərdir? Müəllim, o sualı mən rast gəlmişdim. O elə istər atmışam, o şəxsiz atmışam. Deməli mən onu belə bilirəm, onun açıqlamasını mən belə bilirəm. Deməli yandan 5 metrədir. Arxadan 6.5 belə bilirəm. Belədir. Amma bir neçə onun cavabları gəlməyə çıxdı. Onun üçün şəxsiz atmışam. Yəni bunu dəqiqlə demirəm. Öyrənmək üçün siz atdım onu. Amma mən belə bilirəm. Yandan 5, arxa hissədən 6.5. Bu cürdür. Doğru bilirsiniz. Belədir müəllim. Anar müəllim səhv deyir, yoxsa buyurun Anar müəllim. Müəllim, o birinci sualınızın cavabın 8-dən dəyişilirdi. Yəni 15 xal olanda 8-dən dəyişilirdi. Bu bir. İkincidəki 5 metrə yan xəttlərdən də 6,5-da, yəni 9-un baş tərəfindən, 18-in baş tərəfindən deyildi. Arxa xəttlər. 9 metr enli olan servis zonası tərəfindən deyək. Belə deyək. Doğru deyirsiniz Anar müəllim. Bəşir müəllim bildiniz, siz də doğru bilirsiniz. Müəllim, çox sağ olun, minnətdaram. Siz sağ olun, buyurun. Kimdə qalmışdıq? Rübal müəllim, təşəkkürlər.
sizə də. Rəşad müəllim, nə zəhmət olmasa səs açaq burada sizə. Bəli, bəli, buyurun. Rəşad müəllim, basketbolda, üzr istəyirəm, voleybol 24, üzr istəyirəm, 25-24 hesab bitə bilər. Həyatı boyu. Yaxşı, necə bitə bilər? 2 xal üstün olmalıdır. 2 xal fərqi ilə. Bəs yaxşı, axı 5-ci həlledici məqam oynanılır. Bu zaman 15-14 oyun bitə bilər. Xeyr, bitə bilməz. Burada necə olacaq? Burada da 2 xal üstün olmalıdır. 2 xal fərqi burada da keçərlidir. Yaxşı, voleybol libero forması öz komanda formaları ilə biri ola bilər. Xeyr, həyatı boyu. Bunlar müəllimə, libero, ümumiyyətlə libero kimlər olur? Kim olur libero? Arxa zonada müəllim. Bildim. Komandada da maksimum 2 nəfər ola bilər. Yəni beynəlxalq görüşlərdə. Liberosu da oyun ola bilər. Libero, normal liberonun boyuna qədər olur. 1.65. Bəli, 1.60. Yəni 65-dən yuxarı da ola bilər, amma çox yox da. Yəni o biri bəstə boy olmalıdır, bir sözlə deyirsiniz. bəli, bəli. Forması o biri idmançılardan fərqlənir. Aha. Həmişə arxa zonada oynayır bu formada. Kapitan ola bilər, amma servisə başlaya bilməz qətiyyən. Servis başlaya bilməz. Yer dəyişmədə bir də ki müəllim, liberoda onun yer dəyişməsinə məhdudiyyət yoxdur. Doğrudur. O da həmişə müdafiə zonasından, yəni 6 metrlik zonadan dəyişmə eləyir. O yer dəyişmə eləyir. Digər oyunçular? Digər oyunçular ikinci hakim tərəfdən dəyişir, 3 metrlik zonadan. Ön zonadan, belə deyək də, qısa formada. Ön zonadan digər oyunçular, libero isə arxa zonada. Bəli, o yer dəyişmə eləyərkən hətta ikinci hakimə məlumat verir, amma libero məlumat vermədən çıxa bilər. Yaxşı, Nurlan müəllim, bir dəqiqə Nurlan müəllim, sizə yenidən görüm, Lamiyə müəlliməyə verim, sonra sizə keçsin. Lamiyə müəllimə. Lamiyə müəllimə. Bəli müəllim. Voleybol oyunçu dəyişikliyi. Voleybolda oyunçu dəyişikliyi 6 nəfər. Bu ümumi oyunda 6-da yoxsa? Hər hissədə. Hər hissədə. Yaxşı. Oyunçu 6 limiti doldurub. Məsəl üçün, bir oyunçu zədələndi. Necə olacaq? Bir oyunçu zədələndi. 6-ını doldurub, bir oyunçu da zədələndi. Oyundan kənarlaşır. Onun necə olacaq? Texniki məğlubiyyət verilir. Yox. 30 saniyə ərzində oyunçu gəlməlidir yerindən. Yox, 3 dəqiqə idi deyəsən. Rəşad müəllim. Yox, Rəşad müəllim sizə keçmiş. Rəşad müəllim, buna da sizə az sual verdim. Rəşad müəllim, buna siz cavab verin. Bəli, müəllim. Rəşad müəllim, oyunçu bir setdə 6 oyunçu dəyişikliyi limitini doldurub və doldurduqdan sonra oyunçu zədələndi. Oyunda oynaya bilmir. Necə oyun davam edəcək? Mən belə də orada ciddi zədələnmə varsa dəyişiklik edə bilər də. Yəni ki, kələbəyin travmasıdır, nə bilim belə deyək də. Yəni ki, mən orada yəqin güzəşt eləyərlər. Yəni bu vəziyyət ağırdır. Yəni ki, oynamaq bilmir də. Tutaq ki, kələbəyin travması alır. Hamza. Yəni ola bilər konkret. Ola bilər, belə deyək. Bəli, ola bilər. Bəs dəyişildi. Ola bilər, dəyişildi. Yenidən bir oyunçu zədələndi. Bu zaman necə olacaq? Onu da bilirəm, onu güzəşt eləməzlər də, birini eləyərlər. Tam qaydası bu cürdür. Deyim, dinləyin, bilin. Baxın. Bedicahan müəllimə, buyurun. Nəsə fikriniz var? Mənim 3 dəqiqə gözlənir də, ikinci xəsarət aldıq da. Aha, 3 dəqiqə gözlənir. Bəli, Bedicahan müəllimə tamamilə doğru. Baxın, beləsinədir. Voleybol 6, hər setdə 6 oyunçu dəyişmə limiti verilir və libero'nun ona adiyyatı yoxdur. Bu 6 limiti adiyyatı yoxdur. Və əlavə olaraq limit doldu. Oyunçunun biri zədələndi. Yəni oynaya bilmirdi. Oynaya bilməyəcək dərəcədə zədələnib. Və oyunçu istisna bir halda dəyişikliyə icazə verilir. Dəyişiklik oldu. İkinci səfərdə zədələndi. Bu zaman həmin oyunçu oyunda 3 dəqiqə gözlənilir, kənarlaşır, 3 dəqiqə oyun gözlənilir. Oyunçu yerinə qayıda bilirsə, oyun davam edəcək. Qayıda bilmirsə, həmin komandaya texniki məğlubiyyət. Bununla bağlı birinci hissədə güzəşt olur. İkinci hissədə olmur. Yox, ikinci hissədə. Eyni hal ikinci hissədə də, üçüncü hissədə də, dördüncü hissədə də. Yox, müəllim, birinci hissədə elə ki, 5 ilə oynaya bilirsə, ikinci hissədə 5 ilə kim dedi ki, oynaya bilir? Axı biri zədələnir. Oynamır. Oyunçu dəyişikliyi edilir. İstisna bir halda oyunçu dəyişikliyi edilir. O da yenidən biri də zədələndi, biri də zədələndi. Bu zaman həmin hissədə biri də zədələndirsə, komandanın 3 dəqiqə gözlənilir. Həmin oyunçu sağalıb gələrsə, düzəlib gələrsə, vəziyyəti normallaşarsa, gəlib oyunu davam etdirə bilərsə, gələr davam etdirir. Etdirə bilməzsə texniki məğlubiyyət komandaya. Buyurun Rübay müəllim. Deməli, mən belə başa düşdüm ki, birinci halda
oyunçu dəyişikliyi icazə verir. 3 dəqiqə kimi qayıtmalıdır. İkinci halda həkimlər əgər onu qaytara bilmirsə, texniki məğlubiyyət verir. Tam belə başa düşdünüz, düzdürmü? 3 dəqiqə. Baxın, birinci halda 6 limiti doldurdu. Birinci halda elə avtomatik o istisna halda oyunçu dəyişikliyi gəlir. İkinci halda həmin oyunçu, məsəl üçün bir başqa oyunçu zədələndi və zədələndə 3 dəqiqə komanda gözləyir, oynamır, gözləyir, düzəlməsini gözləyir. Düzəlib gələr 3 dəqiqə ərzində oyun davam etdirilir. Düzəlib gəlməzsə, yəni gələ bilmirsə meydana, oynaya bilmirsə, bu zaman komanda texniki məğlubiyyət. Çox sağ olun, başa düşdüm. Ha, əla, gözəl. Keçək Lamiyə müəllimə. Lamiyə müəllimə. Basketbolda səbətin yerdən hündürlüyü 3.5. 3.5 yoxsa 0.5. 3.05. Bəs lövhənin yerdən hündürlüyü 2.90. 2.90. Səbətin diametri 45. Setkanın da uzunluğu 45 sm. Bəs lövhənin eni uzunluğu 1.80-in 1.20-yə. Topun 1.5-ə. 1.5-ə. 1.80. Bəs 1.20 orada nədir? 1.20. Aha. Buyurun Anar müəllim. Hələ səbətin elə bir oyun meydanına çıxan tərəfi. Aha, səbətin yəni arxadan. Məsəl üçün Lövhədən səbətin başlanğıcı. 15 metrə enindən olan 1 metrə 20 sm səbət yerləşir. Yuxarıdan 1 metrə 20 sm-dan səbət yerləşir. Aha, düz deyirsiniz adamlar. Qadınlarda 510-567 çəkisi, 724-737 diametridir. Kişilərdə 567-650 qram çəkisidir. 749-780 mm diametridir. Bəs 300 basketbolda? 300 basketbolda 580-620 qramdır. Çevrəsi yadımdan çıxdı. Çevrəsi 70. Yaxınlaşmış. Bedircan müəllimə buyurun. 720-740 mm. Ha, 720-740 mm. Doğrudur. Təşəkkürlər. Lamiyə müəllimə, təşəkkürlər. Nurlanə müəllimə, buradasınız? Nurlanə müəllimə. Nurlanə müəllimə, səs alabilir. Aha. Nurlanə müəllimə. Səsim gəlir? Aha. Basketbolda kartlar. Müəllim, basketbol təkrar eləməmişəm, yalandan deyə bilmərəm. Ümumiyyətlə də bilmirsiniz? Basketbolda kartlar. Yox, təkrar eləməmişəm. Basketbolda kart olmur. Bəşir müəllim, yerinizdən danışmayın. Xahiş və tələbim. 3-cü, 4-cü səviyyə yerdən danışırsınız. Başdır. Basketbolda Nurlanə müəllimə, kart yoxdur ümumiyyətlə. Bəli. Yaxşı, vədbolda kartlar. Sarı, qırmızı. Sarı, qırmızı. Sarı kart nəyə bildirir? Sarı kart xəbərdarlığı bildirir. Bəs qırmızı? Müəllim, istədim xaric eləməni. Vədbolda Mhm. məşqsiz. Qırmızı kart, yalnız qırmızı. Yalnız qırmızı? Aha, qırmızı kart göstərdi. Yalnız qırmızı kart. Xəbərdarlıq Birinci Rəşad müəllim. Rəşad müəllim, xeyr, yerdən danışmayın. Kimin o sırasıdır? Anar müəllim, siz deyin. Soruşsan deyim. Müəllim, rəqibə bir xal. Rəqibə bir xal. Nurlanə müəllimə, rəqibə bir xal. Piyosdakı oyunu başlamaq verilir. Oyunu tərk eləmir. Hə, bildim müəllim. Aha, rəqibə bir xal. Bəli, Bəli.